Azərbaycan Respublikasına sadiq qalacağıma, onun konstitusiyasına riayət edəcəyimə və dövlət qulluqçusunun mənə verdiyi hüquqlardan yalnız dövlət maraqları naminə istifadə edəcəyimə and içirəm. Bu sözlər dövlət qulluğuna ilk dəfə qəbul olunan hər bir vətəndaşın andıdır. Lakin artıq bu yoldan keçmək istəyənləri yeni qaydalar gözləyir. Milli Məclisin bugünkü plenar iclasında dövlət qulluğu haqqında qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi 3-cü oxunuşda qəbul edilib. Dövlət qulluğuna qəbulla bağlı artıq yeni dövr başlayır. Bəzi vəzifələrə müraciət daxili müsahibə yolu ilə həyata keçiriləcək. Bu müdavimlərin müraciət imkanlarını genişləndirəcək yoxsa məhdudlaşdıracaq? Bu sualların cavabını tapmağa çalışacağıq. Yeni mexanizmə görə artıq yerli icra hakimiyyəti orqanlarının rəhbər müavinləri və xaricdəki ticarət nümayəndələri istisna olmaqla digər yüksək inzibati vəzifələrə qəbul daxili müsahibə yolu ilə həyata keçiriləcək. Əvvəlki qaydalarda bu vəzifələrə həm daxili, həm də açıq müsabiqə yolu ilə qəbul mümkün idi. İndi isə sistem dövlət orqanlarında həm daxili rotasiyanı, həm də kadr çevikliyini artırmağa yönəlib. Ekspert Əsəd Rüstəmli hesab edir ki, daxili müsabiqə mexanizmi təkcə kadr seçimi deyil, həm də dövlət orqanlarında ideya mübadiləsini və peşəkar inkişafı gücləndirən mühüm vasitədir. Artıq namizəd bir sahəni bilmiş olmayacaq, bir neçə sahəni bilmiş olacaq. Bu da onun həm idarə etməsində, həm təkmilləşdirilməsində, həm komanda qurmaq bacarığında, komandanı formalaşdırmaq sahəsində mühüm addımlarına gətirib çıxara biləcək. Onun sözlərinə görə belə təcrübə həm idarə etmə, həm də komanda bacarıqlarının inkişafına səbəb olur. Bu müvafiq orqanda bir işçinin müxtəlif şöbələrdə işləməyinə gətirib çıxara bilər. Ekspert eyni zamanda bildirir ki, yeni dəyişikliklər yalnız daxili karyera artımını deyil, həm də kənardan gələn gənc və xaricdə təhsil almış mütəxəssislər üçün dövlət qulluğuna yol açır. Adi şərtlərdə daxili müsahibədə yalnız orqanın əməkdaşları, hal-hazırda inzibati vəzifə tutan dövlət qulluqçuları iştirak edə bilirdisə, artıq müvafiq dəyişikliklərdən sonra kənardan olan hər hansı bir şəxs də həmin vəzifəni iddia edən şəxs formasında iştirak edə bilər. Beləliklə, dövlət qulluğu haqqında qanuna edilən dəyişikliklər həm sistem daxilində kadr dövriyyəsini, həm də yeni namizədlər üçün imkanları genişləndirir. Nəzrin Elxan, Pərviz Allahverdiyev, Bizim Media.